Mən Azərbaycan dövlətinin Tərtər rayonunun Bayandurlu kəndində yaşayıram. Din əhliyəm. Əhl-i Beyt aşiqiyəm. Rəbbim Allahdır. Peyğəmbərim Rəsul Əkrəmdir. Kitabım Qurandır. Bayaq dediyim kimi Əhl-i Beyt aşiqiyəm. Əhl-i Beyt aşiqi olmaqdan ötəridə gərək qəlbində inam olsun. İnam insanı hər şeyi bəxş eləyər. Allaha, insana hər şeyi verən Allah Taaladır. Allah Taalanı da gərək ki, ürəkdən sevəsən, ürəkdən inamın ola ki, duaların Allah Taala yanında qəbul olun. Mən şeir həvəskarıyam. Özüm də arada şeir yazmaqla, müəyyən ədəbiyyatla məşğul oluram. Quran-ı Kərimdə də qeyd olunubdur. Rəsul Əkrəm sallallahu aleyhi və səlləmin də bir kəlamı var ki, deyir ki, Həzrət buyurur ki, Allah Taalanın taxtı altında çox qiymətli incilər yatır. Həmən incilərə sahib olmaqdan ötürü ilham sahiblərini, yəni ki, şairlərin əsərlərini oxumaq lazımdır. Mən dediyim kimi Əhl-i Beyt aşiqiyəm. Bir dəfə Allah cəmi ölənlərə rəhmət eləsin, məşhur Allah Taala yanında dualar qəbul olunan çox hörmətli Seyid Yusuf ağa bizim qonşu kətdəndir. Allah yenə də ona dönə-dönə rəhmət eləsin, qəbri nurla dolsun, yeri cənnətli olsun inşallah. Bir dəfə söhbət eləyərkən mənə çox təkidlə dedi ki, sən gərək Əhl-i Beytə bir şeir yazasan, bir söz yazasan, bir tərif yazasan. Mən də çox israr elədim ki, ağa, vallah bu çox ağır yükdür. Mən bu yükün altına girə bilmərəm. Amma Seyid Həzrətləri, Seyid Yusuf ağa buyurdu ki, yox, sən boynuna götür, inşallah ki, Allah Taalanın köməkliyi ilə yazarsın. Elə həqiqətən də ağa dediyi kimi oldu. Mən söz verdim, əhd bağladım, söz verdim də gərək ki, yerinə yetirəsən. Elə həqiqətən də elə bil ki, bir möcüzə şəklində o mənim qəlbimə həkk olundu. Mən birdən-birə həmən Əhl-i Beytə bir tərif, Əhl-i Beytə bir şeir yazdım. İndi onu nəzərinizə çatdıracağım. Əhl-i Beytə salamlar olsun, Allahın salamları olsun. Adil olan, qadir olan Sübhana sığınmışam. Tövrat, Zəbur, İncil, həm də Qur'ana sığınmışam. La ilahə illallahdır dilimdə əzbər mənim. Mühəmmədən Rəsulallah, mən ona sığınmışam. Ürəyimdə sevgi çoxdur, Əhl-i Beytə valihəm. Məni nuri İslam ilə pak eyləmiş talihim. Sual vaxtı qorxum yoxdur, əməlimdə salihəm. İmam Əli kimi Şah-ı Mərdana sığınmışam. İmam Həsən təbiətli, həlim xasiyyətim var. Hüseyn kimi pozulmayan, təmmiz, saf niyyətim var.
Haqq eşqimlə Yezid mülkün eyləyərəm tarimar. Kəlbalada axıdılan o qana sığınmışam. Sözlərimdə Zeynalabdin hikmətindən kəlam var. İmam Məhəmməd Baqirə Peyğəmbərdən salam var. Din əhliyəm, İmam Cəfər Sadiq kimi qalam var. Belə fəzilətli əhli ürfana sığınmışam. Musa Kazım dözümlüyəm, haqq yolundan dönmərəm. İmam Rıza çırağından nur almışam, sönmərəm. Məhəmməd təqi ruhluyam, o zirvədən inmərəm. Mən onunla dayanmışam yan-yana, sığınmışam. Əliyyən nəqidən aldım hər dərdimə şəfanı. Əməlinlə cənnət qazan, ondan böyük nəfhanı. Həsən əskəri çağıran, dəf eylər hər cəfanı. O bir nurdur, mən də ona pərvanə sığınmışam. Rafiqəm, bu hikməti anlamışam dərindən. Sur səsindən, kürrey ərş qopanda məhvərindən. Şeytanın, həm şeytan sifət insanların şərindən. Allaha və meyti sahib zamana sığınmışam. Allah Teala sizi dinləyənləri, eşidənləri ruhun şad eləsin, imanın əsri eləməsin inşallah. İman nədir? İman Allaha inandır. İmanlı adam həmişə təmiz olur. Duası Allah Teala yanında qəbul olunur. Dillə olunan dua qəlbə yazılmasa qəbul olunası deyil. Girək dillə eləyim duanı qəlbimdə yaza biləsən ki, o da Allah Teala yanında qəbul olunur. Mən bir Azərbaycanlı kimi, bir Azərbaycan xalqının kiçik bir nümayəndəsi kimi bütün dünya Azərbaycanlılarını salamlayıram. Bütün dünya Azərbaycanlılarını arzulayıram ki, bir olaq, birləşək, güc birlikdədir. Bir yerdə olsaq, heç kimin bizə gücü çatmaz. Bir olsaq, Allah Teala da birliyi sevir. Birlik lazımdır, birləşmək lazımdır. Bir-birimizin əlindən tutmalıyıq. Bir-birimizi qabağa, irəli aparmalıyıq ki, irəli gedənlərdən olaq. Məmləkətimiz çox gözəldir. Demək olar ki, Allah Teala buradan heç nəyi əsirgəməyib. Həqiqətən də Azərbaycanın altı da qızıldır, üstü də qızıldır. Ustad Aşıq Ələsgərin, Allah dönə-dönə ustada rəhmət eləsin, bir kəlamı var. Deyir ki, Ələsdidən bəli deyən Sübhana baş indirir. Məhəmmədə tabi olan Qur'ana baş indirir. Özü birdir, adı min bir, vəhdədül əllə şərim. Əhli mömin görə bilməz, pünhana baş indirir. Ölməyincə bu sevdadan çətin dönəm, usanam. Həqiqətdən dərs almışam, təriqətdən söz qanam. Şah-ı Mərdan sayəsində ilm içində ümmanam, dəryaların qaydasıdır, ümmana baş indirir. Biçarə aşiq Ələsgər, olma elmə nabələt. Danışanda doğru danış, sözün çıxmasın qələt. Az qazandın, çox qazandın, 5 arşın ağdı xələt. Mal dövlətə baş indirən, əfsanə baş indirir. Qəlbi təmiz, imanlı, əqidəsi düz, dinində möhkəm olan adam həmişə Allahın dostu olar.
Allah Taala həmişə belə adamlarla bizi qarşılatsın inşallah. İndi isə mən istəyirəm ki, özümün yazdığım bir neçə şeirlərdənmi, mən ona şeir də deyə bilmərəm, çatdırım nəzərinizə. İdraka sığmayan dünya evinin bir düzüf qoşanı, tikəni vardır. Havayı bar vermir bu bağça, bu bağ qoruyub, becərib, əkəni vardır. Qədri çox bilinməz sonasız gölün. Bir vaxtlar yerində od olub külün, bülbülün həsrətin çəkdiyi gülün yanında xar boyda tikanı vardır. El pisi unudur, yaxşını anır, kərəmin dərdini keşiş nə qanır? Leyli şamı səhər şam kimi yanır, Məcnunun səhra tək məkanı vardır. Dar gündə tanınar vətənin mərdi, əkiz yaranıbdı, xeyirdi, şərdi, sığmaz yerə göyə şairin dərdi, onun da Rafiq tək çəkəni vardır. Allah Məmməd Araza rəhmət eləsin. Məmməd Araz deyirdi, tanırım məni, məndən qoru bu yaşda. Mən də ona deyirəm ki, daşdan çıxır bir dəhnənin axarı, bir arxının bilinməyir axırı, bir ömrün nə tez çatdı axırı, tanırım məni, məndən qoru bu yaşda. Bir-birini yedi, döndü daş una, dağ tükənməz yüz karvanla daşına, daş ürəkdir, dəysə sınar daş ona, tanırım məni, məndən qoru bu yaşda. Bu qovğadan başım indi aynıdır, gec anladım, ulduz nədir, ay nədir, yaxşı pisə, pis yaxşıya aynadır, tanırım məni, məndən qoru bu yaşda. Kim anlamır ərkan adı, yol adı, cığırının ucu hansı yoladı, qalxa-qalxa qazan dibi yaladı, tanırım məni, məndən qoru bu yaşda. Arazdadır Məmməd Araz qayığı, aparacaq hara Araz qayığı, Rafiqi çox köyrətdi bu qayığı, tanırım məni, məndən qoru bu yaşda. Demə bilmirmişəm, yağlı dillərin altında neştərli tikanı vardır. Demə bilmirmişəm, yağlı dillərin altında neştərli bizi var imiş. Özü sahibini axtarıb tapır, sözün də görməyə gözü var imiş. Tərpənməz yerindən dağ düşüb küyə, qaydar özünə, daş atma göyə. Doğru bənzədirlər insanı aya, onun da görünməz üzü var imiş. Ağlı yarımçıqla çox eləmə öc, axsaq önə keçər qaydanda köz. Əslidən olsaydı yanardımı heç, saçında kərəmin közü yarıymış. Gül xəzəl olsa da tükənməz ətri, yaxşılıq edənin xoş olar xətri. Əyrinin yolunu kəsməkdən ötürü şükür ki, dünyanın düzü var imiş. Rafiq, həqiqətin keçməz oxuyan, olmaz mərhəmətli nəfsə çox uyan. Yaz ki, sən köçəndə desin oxuyan, 5 kəlmə qiymətli sözü var imiş. Nütfədən əyrisən üssüzdür südüm, çünki turş halsaya calaqsan axı.
Nütfədən əyrisən üssüzdür südün, çünki turşalçıya calaqsan axı. Yetişər, tökülər, barın yeyilməz, əkində avyozsan, alaqsan axı. Sən haqıras qalan, damğan silinməz, hulğumdan zəifsən, sirrin ilinməz, sirlənib daşsan da faydan bilinməz, kolluğa kəsilmiş qulaqsan axı. Rafiqə 100 tənə vursan da gendən, qaydadır yarasa gizlənər gündən. Məkkiyə getsən də hacı olmaz səndən, İsa'nın mindiyi ulaqsan axı. Qardaş, bir nanəcif çörək itirən, yaman ürəyimə xal vurub axı. Cahil olsaydı, keçib gedərdi, onu qana-qana çal vurub axı. Elin dar günündə özün çatırıb, nənəm yaylıq sərib, çox qan yatırıb. Babamsa pətəyə barmaq batırıb, onun dodağına bal vurub axı. Rafiqə daldada ha tutsa eyib. Rafiqə daldada ha tutsa eyib, el sözü tərəzi, atalar deyib. Bir vaxt Məmməd Baroğlu Müseyif yalın ayağına nal vurub axı. Allah Zəlmixan Yaquba ömür versin. Allah Teala yastığın yüngül eləsin, dursun ayağa tezliyinə. Bizi sevindirsin. Zəlmixan Yaqubun bir sözü var, deyir ki, ay bulaq üstünə tələsən gözəl. Ağlımı başımdan al, yavaş yeri, tərpədər yerindən səhərin mehi, sürüşər başından şal, yavaş yeri. Gəzginən nə qədər çiçəkli çöl var, ötüşən aylara, illərə yal var. Laləyə bənzəmə, bağrında xal var, düşməsin qəlbinə xal, yavaş yeri. Zəlmixan özünü bəxtiyar sayır, sənin tərifini ellərə yayır. İpək saslarından üçcə tel ayır, sevdiyin havanı çal, yavaş yeri. Mən ustad şairin bu sözünə bir qabaqlama yazmışam. Deyir ki, məğrur seyr eyləyən ay pəri. Biraz bu çəməndə gəz, yavaş yeri. Qarışsın nəfəsin səhər mehinə, ondansa da udaq biz, yavaş yeri. Barı bizlərə də nəzər sal hərdən. Olan ağlımız da getməsin sərdən. Sənə həsrət çaldan çəpərdən baxır neçə göz, yavaş yeri. Sənin bu gəlişin bahara düşdü. Bülbül qanad açıb, güllə öpüşdü. Gözələ baxmaq da savab bir işdi, yaxşı ki görüşdük biz, yavaş yeri. Özünə fikir ver, vaxt vədə ötür. Sən də bir bağça sal, bir ağac bitir. Gedəndə Rafiqdən yadigar götür. Bir neçə sətirlik söz, yavaş yeri. Mən elə bil ki, ətraflı, müəyyən, hər tərəfli yazdığım şeirlərdən demək istəyirəm ki, yəni ki, dinləyən, qulaq asan, mənim haqqımda bir balaca, bir tərəfli yox, ətraflı da məlumatı olsun. Allah Xan əmiyə rəhmət eləsin. Xan əmi bir dəfə bir məclisdə oturanda deyir ki, vallah, indiyətən biz gətirmişik bu sənətimizi. Yetişdiririk də bizdən sonra ustadlar yetişdiririk. Allah Teala qismət eləsin. Bizim bu sənətimiz qiyamətəcən geçsin, gedər elə inşallah. Zaqafqaziyanın konservatoriyası sayılan Şuşa şəhərində Cabbar Qaryağdıoğlu anadan olur. Cabbar Qaryağdıoğlu'nun anadan olmasının 125 illiyi ilə əlaqədar mən ustad sənətkara bir şeir yazmışam, onu deyəcəm.
musiqi xadimləri, musiqi alimləri Cabbar Qaryağdıoğlunu muğamatın peyğəmbəri adlandırırlar. Hətta yazırlar ki, əgər Azərbaycanda Cabbar Qaryağdıoğlundan sonra muğam oxuyan olmasaydı belə, yenə də Azərbaycan muğamı dünyada birinci olardı. Bax, Cabbar əmi, Cabbar Qaryağdıoğlu belə sənətkarlardandır. Hardan güc alıbdı bu səs, bu səda, qaynar bulaq kimi coşdu Şuşada. Pərvanə qərq etdi özünü oda, bu səsdə nə dərin sir var, məna var, necə də şövq ilə oxudu Cabbar. Rastı başlayanda etməmiş yarı, tökdü lələyini durna qatarı. Səsi silkələdi uca dağları, mat qaldı qurbanın sinəsində tar, necə də şövq ilə oxudu Cabbar. Ustad Tarzən Qurban Pirimova da Allah qəni-qəni rəhmət eləsin. Aşiqin qəlbini yaxdı, dağladı, bülbül nalə çəkdi, yaman ağladı. Saşanın əlində kaman ağladı, bir odlu sevginin oxudu Cabbar, necə də şövq ilə oxudu Cabbar. Cabbar Qaryağdıoğlunun yaratdığı muğam üçlüyü, hansı ki Cabbar Qaryağdıoğlu, Tarzən Qurban Pirimov və kamança çalan Saşa Oqenezlaşvili. Bu üçlük bütöv Qafqazda, bütün dünyada məşhur bir üçlük olubdur. Hətta bunların Varşavada, Fransada, Tiflisdə qramofon valları dönə-dönə çap olunub, yayılıb. Çox ustad bir sənətkarlardır. Məclislər keçirdi neçə diyarda, şadlıq duyulardı, olsaydı harda. Sədası gələndə toyda, mağarda, saydı tellərinin şanlı qızlar, necə də şövq ilə oxudu Cabbar. Qarışdı cəhcəhi bülbül səsinə, Rafiqi bağladı el nəğməsinə, xalqımın musiqi xəzinəsinə səsi ilə min çələng toxudu Cabbar. Necə də şövq ilə oxudu Cabbar. Çox şükürlər olsun ki, Cabbar əmidən sonra bizim seyidimiz oldu, Seyid Şuniskimiz, Xan Şuniskimiz, Əbülfət Əliyevimiz, Süleyman Abdullayevimiz, Arif Babayevimiz, ustad sənətkarımız, Əlibaba Məmmədovumuz, Şövkət Ələkbərovamız, Sara Qədibovamız, Rübabə Muradovamız, Fatma Mehraliyevamız, Həqiqət Rızayevamız, çox saymaqla qutarmaz. Və çox şükürlər olsun ki, bizim Yaqub Məmmədovumuz da oldu. Yaqub Məmmədov bənzərsiz sənətkardır. Elə bir sənətkardır ki, onun bənzəri oxumağında, istər davranışında, oxumağında heç bənzəri yoxdur. Yaqub Məmmədov 1960-cı illərdə ustad sənətkarımız Habil Əliyevlə bir mənsuriyə oxuyub, yazdırıb. Hələ indiyə qədər o mənsuriyanı oxuyan yoxdur. Hətta Yaqub ustad sənətkar özü də deyirdi ki, o yazılandan sonra hələ mən özüm də o yazılan qədər onu oxuya bilməmişim. Və mən həmən mənsuriyə qulaq asanda ustad sənətkara bir şeir həsr eləmişim. Axır kamançaya Habilin qanı, çalğısı bir eşqin hicran dastanı. Barı siz yaşadın Seyidi, xanı, qoymayın dağla bu məqbərəni Yaqub, zilə qaldı Mənsuriyəni.